Neftçala rayonunda 37 yaşlı kişi ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı özündən 9 yaş kiçik həyat yoldaşına xəsarət yetirib. Hadisə ötən ilin oktyabrın 23-də rayonun kəndlərindən birində baş verib. 1989-cu il təvəllüdlü Sədi həmin gün saat 21:30-da birlikdə yaşadıkları evin eyvanında 1998-ci il təvəllüdlü həyat yoldaşı Vüsalə ilə mübahisə edib. Aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadının baş nahiyəsinə yumruq və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vurub, daha sonra döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sədinin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sədi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Sədi ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Neftçala rayonunun kəndində yaşayır. Zərər çəkmiş Vüsalə mənim arvadımdır. Biz təxminən 10 ildir ki, rəsmi nikahla evliyik. Həmin nikahdan 2 uşağımız doğulub. Mən Beyləqan rayonuna işləmək üçün getmişəm və oktyabrın 23-də günorta saatlarında yaşadığım evə qayıtdım. Təxminən 1 saat evdə uzandıqdan sonra yeyib içmək üçün qonşuya getmək qərarına gəldim. Qonşuda yeyib içdikdən sonra saat 20 radələrində öz evimə qayıtdım, həmin vaxt spirtli içki də qəbul etmişdim, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadığı evə gedən zaman oğlu Nurlanın onun yatağında yatdığını görüb. Arvadım da oğlumun otağında yatıb. Vüsaləyə öz otağına gəlməsini dedim. O buna etiraz etdi, yataq otağına gəlmədi. Həmin vaxtı Vüsalədən telefonunu istədim. O telefonunu da vermədi. Vüsalədən telefonun niyə vermədiyini soruşdum. O heç bir səbəb demədən yenidən buna etiraz etdi. Bundan sonra əsəbləşdiyim üçün yaşadığımız evin eyvanında Vüsalənin üz nahiyəsinə bir şillə vurdum, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Sədinin ifadəsinə görə daha sonra Vüsalə anasına zəng edib. Təxminən yarım saat sonra qaynanam və qaynatam bizə taksi ilə gəldilər. Onlar Vüsaləni aparmaq istəyən zaman buna mane olmağa çalışdım. Həmin vaxt onlara qarşı heç bir nalayiq ifadə işlətməmişəm. Bundan sonra valideynləri Vüsaləni özləri ilə apardılar. Hazırda zərər çəkmiş şəxslə ayrılıqda yaşayırıq, barışmamışıq. Ümumi nikahdan doğulmuş 2 uşağım hazırda mənim yanımdadırlar. Yəni, uşaqlarımın bütün qayğılarını çəkirəm. Əməlimdən də peşmanam, barəmdə amnistiya aktının tətbiq edilməsini istəyirəm, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Vüsalənin sözlərinə görə Sədi ilə evli olduğu müddətdə tez-tez mübahisələri yaranıb. Sədi məlum hadisədən 1 ay əvvəl olardı ki, Qarabağ bölgəsində işləmək üçün gedib. Oktyabrın 23-də Sədi yaşadığımız evə qayıtdı. Evə qayıtdıqdan bir müddət sonra yeyib içmək üçün qonşuya gedəcəyini dedi. Təxminən 1-2 saat sonra spirtli içkinin təsiri altında evə qayıtdı. Həmin vaxt böyük oğlum Nurlan atası ilə yatmaq istədiyini dedi. Atası evə gələnə qədər onun yatağında yatdı. Sədi evə gəldikdən sonra Nurlanın niyə onun yatağında yatdığını soruşdu, uşağı oradan götürməyimi istədi. Sədiyə uşağın yatdığını və yataqdan götürməyəcəyimi bildirdim, deyə qadın ifadəsində göstərib. Zərər çəkmişin sözlərinə görə daha sonra Sədi onun üzərinə gəlib, onun baş nahiyəsinə yumruq zərbələri və bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq ona xəsarət yetirib. Həmin vaxt yanımıza qaynatam gəldi. Sədi yaşadığımız evin eyvanında məni yenidən vurmağa başladı. Bundan sonra
anama telefonla zəng edərək məni aparmalarını istədim. Təxminən yarım saat sonra valideynlərim gələrək məni öz yaşadıkları evə apardılar deyə qadın ifadəsinə belə yekun vurub. Neftçala rayon məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş, başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib. Bundan başqa Mingəçevir şəhərində 1993-cü il təvəllüdlü Tamerlan bacısının qaynatması Lətifəyə xəsarət yetirib. Tamerlan ötən ilin mayın 31-də günorta saatlarında yaşadıkları evə gəlib. O, bir evdə qaldığı boşanmış bacısı Ləmanın keçmiş əri Samir ilə birgə nicahdan olan övladları Rüfətin görüş üçün atasının yaşadığı mənzilə getdiyini və anasının yanına qayıtmadığını görüb. Daha sonra Tamerlan bacısı oğlu Rüfətin istifadəsində olan mobil nömrəyə zəng edib, anasının yanına qayıtmalı olduğunu deyib. Rüfət ilə onun danışığını eşidən keçmiş yeznə ona zəng edib. Keçmiş yeznə Tamerlana oğlu ilə arasında olan münasibətə qarışmamağı bildirib. Buna görə onların arasında söz mübahisələri yaranıb. Həmin mübahisəyə aydınlıq gətirmək üçün Tamerlan həmin gün saat 15 radələrində Samirin anası Lətifə ilə birlikdə yaşadıkları Mingəçevir şəhərində olan mənzilə gedib. Tamerlan mənzilin giriş qapısını döydükdən sonra giriş qapısının qarşısına çıxan Samirlə şəxsi münasibətlər zəminində mübahisə edib, yaxalaşdıkları zaman onları ayırmaq üçün aralarına girən Lətifənin sol kürək nahiyəsindən bir dəfə yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, işdə adı keçən Samir onun bacısı Ləmanın əridir. Münasibətlərimiz normal olub. Aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb. Bacım Ləman Samir ilə 2013-cü ildə rəsmi nicaha daxil olaraq ailə qurub, birgə nicahdan Rüfət adlı övladları doğulub. Əvvəllər münasibətlərimiz normal olub. Lakin sonradan aramızda münaqişələr yaranıb, ona görə də 2023-cü ildə Mingəçevir şəhər məhkəməsinin qərarına əsasən onlar boşanıblar. Boşandıqdan sonra bacım mən və anam ilə birlikdə yaşayıb. Boşandıqdan sonra Rüfət anası ilə qalıb. Lakin tez-tez atasının yaşadığı mənzilə gedib, axşam da geri qayıdıb, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 31-də günorta saatlarında yaşadıkları evə gəlib və Rüfətin evdə olmadığını görüb. Bacımdan Rüfətin harada olmasını soruşdum. Bacım da Rüfətin heç kəsə məlumat vermədən atası gilə getdiyini bildirdi. Bundan sonra Rüfətin istifadəsində olan mobil telefona zəng edərək harada olduğunu soruşdum. Rüfət də atası gildə olduğunu dedi. Mən Rüfətdən axşam vaxtlarında evə qayıtmağını tələb etdim. Bir qədər sonra Rüfətin istifadəsində olan mobil telefondan mənə Samir zəng etdi və Rüfətin harada olması ilə maraqlanmağımı irad tutdum. O, telefonda məni nalayiq sözlərlə təhqir etdi. Samir məni əsaslı səbəb olmadan təhqir etdiyi üçün onun yaşadığı mənzilə getdim.
Mənzilin giriş qapısını döydüm. Qapıya Samir və anası Lətifə çıxdı. Həmin vaxt Samirlə aramızda mübahisə yarandı. Bizim mübahisə etdiyimizi və yaxalaşdığımızı görən Samirin anası Lətifə aramıza girdi. Mən Samiri vurmaq istəyərkən yumruğum onun anası Lətifənin kürəyinə dəydi və o yerə yıxıldı. Mən də Lətifənin yerə yıxıldığını gördüm və dərhal oradan aralaşaraq getdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.